sənə biz Həzrət Fatimə Zəhra sallallahu əleyhanın vasitəsilə Kövsər əta etdik və sən davam edəcəksən. Sənin yolun, sənin məktəbin, sənin mübarək əhl-i-beytündən ilahi imamlar gələcək. Həzrət Fatimə Zəhra sallallahu əleyhadan dünyaya gələn. Bu böyük bir ətaləti qırır. Cahiliyyə dönəmidir, deyilir ki, ancaq oğlan övladı ilə nəsil davam edə bilər və s. Birdən-birə bu büt sınır dağılır. Böyük bütlərdən biridir. Sınır dağılır. Üstəlik yeni bir mövzudur. Bir üfüq açılır. Və çox maraqlı bir məsələdir. Həzrəti Xədicə-i Kübra sallallahu əleyhi ilə o mübarək ailədən dünyaya gələn bir Kövsər. Həzrəti Xədicə-i Kübra sallallahu əleyha böyük xeyri ailələrində doğulacaq uşağı əta olunmasından öncə böyük nəyi var bu yolda qoyur. Böyük miqdarda maddi imkanlarını sərf edir. Allah çoxun müqabilində o Həzrəti Xədicə Kübra sallallahu əleyhanın etdiyi o misilsiz etdiyi o böyük işin qarşılığında onu peyğəmbərlə nurani ailəsində bir Kövsərin dünyaya gəlməsi, iştirak etməsini getirib çıxardır. Həzrəti Fatimə bir qız övladıdır. Amma Allah lütf elədi, bu Kövsər oldu. Həzrəti Fatimə sallallahu əleyha bir nəfər idi. Allah lütf elədi, Kövsər oldu. Bitməyən bir mövzu. Allah üçün bu çətin dövr. Allah azı Kövsər edə bilir. Baqi edə bilir, davamlı edə bilir, bərəkətli edə bilir. Və bu gün dünyada özü-özlüyündə çox maraqlı bir məsələdir də ki, 2 dənə qeybi nöqtə vurğulanır ki, Kövsərdir. Həzrət Fatimə Zəhra sallallahu əleyhanın övladları və bu davam edəcək. Bu dünyanın harasında baxsaq, Fatimə Zəhra sallallahu əleyhanın övladları. Hətta nəzərə alsaq ki, ata tərəfindən deyil, ana tərəfindən də nə qədər insanlar var, ümumiyyətlə sayı hesabı yoxdur. Yəni bu müzakirəsiz bir mövzudur da. Hədiyyə edən Allahdır. Hədiyyəni qəbul edən peyğəmbərdir. Allah Rəsuludur. Hədiyyə olunan Həzrəti Fatimə Zəhra sallallahu əleyha. Kövsərdir. Adam otura, düşünə, duya bu mövzuları möhtəşəmdir.